Bugün Saz Söz Məclisinin qonağı Şamaxı mahallından təşrif buyurubdur. Rıza Məmmədov, Rıza Şamaxılı. Bu quşçu kökənli bir aşığımızdır və elə düşünürəm ki, hamı onun bugün 50 yaşını ürəkdən təbrik eləyəcək, elə mən özüm də və inşallah yaxın aylarda onun geniş şəkildə 50 yaşda qeyd olunacaq. Bugün Rıza öz repertuarında olan klasik havaları, o cümlədən klasik sözləri təqdim eləyəcək və ham böyük ləzzətlə feyz aparacaq. İstəyirəm Rızanı salamlayam və deyəm ki, sənət yoldaşlarını bir təqdim eləyəcək. Müəllim əmi, çox sağ olun, təşəkkür edirəm. Allah təala sizi var eləsin. Bizi dəvət elədiyinizə görə, dəyər verdiyinizə görə hər zaman var olasınız. Mən bu günləri öz sənət dostlarımdan gəlmişəm. Banabanda Əmrah qardaşımızın, Qoşanağarada Rusif Ramiz oğludur, Ramiz əminin oğludur. Nağarada da gənc sənətkarımız Pamir qardaşımdır. Meydanı sizə buraxırıq. Yəqin ki, çox maraqlı və unudulmayan repertuar təqdim eləyəcək. Meydan sizin. Çox sağ olun. Var olun. Adət ənənəsinə uyğun olaraq aşıqlarımız həmişə Bismillahın peşri olan başlayırlar. Bugün mən də Şirvanımızın böyük sənətkarı Əli Kərimoğlu bəstəsi olan Əlizadə Peşroğlu ilə başlayacağım. Ama sözləri böyük ustadımız Şirvanın usta sənətkarı Mirzə Qılavuz sözlərindən başlayacağım. Maxsus ağarımdır qara saçlarım. Çağırır gözəmlər məni. Çox da ki zaman təkdir olmuşam. Yaşadacaq şirin əməllər məni. Çarəsiz qəlblərə kimdilər çarə. Kimə görlüm asın mən günü qara. İstərəm şeş qoşa verir dubara. Təngə gətirirdi bu zərbələri. Deyirdi, nərməni ömrümün barı. Eşidin sözləri, qoy deyim barı. Bilal, söz ustadı, söz sənətkarı. Bir gün şam çayına gəzərlər məni.
bilməsi istəyirlər. Çünki Şirvan şikəstəsi bizim ana bayramımızdır. Mən istəyirəm şikəstələrimiz çoxdur. Kocaman şikəstə olur. Anlı görək. bir yarpaq, oxuyacam, eşitəmlər var olsun. Deyir, hər tüsüsü çıxana öydəmək olmaz. Düz qibləsi, gen həyəti olmasa. Ağız şirinliyi, gönül xoşluğu, bəşdir insana varıratı olmasa. Lokması halalın nanı bol olar.
rütbəsi doğruya dağlar yol olar. Akar damcı damcı, akar göl olar. Halal damcı damcı, akar göl olar. Heç kurtarmaz haram qapı olmasa. Tamam, dərk eləyər yalnız insanı. Tamam, o tanımaz yaxşı yamanı. O zarafatdır məhəbbəti düşmanı. Bizim gedən zarafatı olmasa. Bir məsəl var, arxalı köpək qurd basar. Arxalı danışar, arxasız yatar. İnsanı sındılar, qatılır, yıxar, şirindir, xoş səfası olmasa. Heç yorulmaz, gedən yolun düzü ilə. Ardına yolunu şeytan sözü ilə. İnan ki, qotlardır, qutda quzu ilə, ara qatan ala çatlı olmasa. Kərəm olur, yekəlik eləmən abadə. Yekəlik insanı tez verər bada. El qeyrəti çəkməz hər yetən gəda. Əsli kökünür, şürlü zatı olmasa. Az görə dövmə kələmisindən necə verir?
Güllü Şəşəngi ilə sözdə usta Xəstə Qasımov. Şakir Pənah kimi bülbülə həsrət, çəmən ağlar, çiçək ağlar, gül ağlar. Ellər üzərində əziz övladın obam ağlar, mahal ağlar, el ağlar. Kalvalı əliydi baharlı yazdı. Cəyli Abbas idi, söhbətli, sazlı. Aşıq Məmməd ağa Şakir avazlı, yalnız qalmış iki sazda tel ağlar. Şakirsiz gəlmir səsi həsrətin, sustu zili, yandı pərsi həsrətin. Çağıranda şikəstəsi həsrətin, pərdə, bəm alışa, zil ağlar. Ağası həftə getdi Məmməd ağasız.
Saz heyhalay çəkir, balaban yalqız. Ömür vəfasızdır, can ehtibarsız. Anam ağlar, sonam ağlar, yol ağlar. Çoxlar ustada bənzədir özün. Dürrüş deyə bilmir bir kəlmə sözün. Tanış belələrin görməsin gözün. Sazım ağlar, sözüm ağlar, tel ağlar. Sazlı sözlü məclisimizi Allah rəhmət eləsin, Ustad Aşıq Məmməd Ağanın repertuarından baş müxəmməs inanmışdım, inanmaram oxuyacağım. Beləcə də sizinlə sağollaşırıq, bağlaşırıq. Vəfa düz mənə